Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Bir neçə gündür televiziyalarda olan çıxışlara yazdığınız rəylərə görə təşəkkür edirəm. Baxıram, rəyləri oxuyuram. Əslində də mən orada reallığı demişdim. Yəni, yenə buradan təkrar edirəm. Emin Əmrullayev kütlə psixologiyasını sosial şəbəkə üzərindən idarə olunan, ümumiyyətlə idarə etmə psixologiyasını çox gözəl bilir və vaxtaşırı olur fikir versəniz, ayda bir dəfə, 2 aydan bir dəfə vəziyyət pisləşəndə briefing keçirir. Bu briefing nədir? Hər briefingdə də yeni bir mövzu atır fikir versəniz və bu yeni mövzu həm mətbuatın, həm də cəmiyyətin diqqətini təhsildə olan real problemlərdən yayındırır. Bugün televiziyada da deyim, yenidən təkrar edirəm, neçə gündür saytlara da deyirəm, mətbuata da açıqlamalarımda deyirəm. Baxın, noyabrın 20-sidir. Noyabrın 20-sidir, jurnallar 1-2 gündür verilib. Hələ yazırlar ki, orada indiyə qədər müvəqqəti jurnallarda bir məktəblərdə satırdılar. İndi də məktəblərə tapşırıq veriblər ki, 2 günə, 3 günə yazın, qurtarın bu məsələni, bitirin. Siz təsəvvür edirsiniz nə vəziyyətdir? Əgər bu jurnal çap olunacaqsa, niyə sentyabrın 15-i məktəblərə çatdırılmış? Niyə? Niyə müəllimlər 2 aydan çox müvəqqəti jurnalda yazmalıdılar və yaxud da ki, yazmamalıdılar? İndi birdən-birə oturub 2 günə, 3 günə, 2 ayın tədrisini oturub yazmalıdılar. Niyə? Nədir problem? Bakı şəhərində tətbiq olunan rəqəmsal məktəb platforması çöküb. Təzədən uşaqlara gündəlik aldırırlar. Artıq yəni valideyn kabinetində yazmaq mümkün deyil. Keçən ildə belə idi. Dekabrda tamamilə rəqəmsal məktəb platforması köçdü və jurnala keçdilər. Və Allah eləsin bu il olmasın. Hər il milyonlarla pul xərclənir. Bu yanda müəllimlərin dərsi kəsilir, ştatlar ixtisar olunur. Güya təhsildə qənaət olunur. Demək, İsrailə 50 nəfərli müəllim heyəti göndərilib, paylaşmışdım. 2 məktəb, 2 regional müdür, məktəb direktorları regiondan, orada olanlar yaxşı bilirlər, orada nə biabırçılıqlar baş verib, onunla işimiz yox. Və sonra nə baş verir? Demək, 19 gün ərzində 500.000 manat pul xərclənib. Adam başına 10.000 manat, 500, yarım milyon manat pul xərclənib. Təhsildə liderlik təlimi. Nə deməkdir bu? Bu təhsildə liderliyi nə verəcək onlara? Bunun bu hər bir təlimin qiymətləndirməsi olmalıdır. Varmı qiymətləndirmə? Yoxdur. Direktorların işə qəbul müsabiqəsini keçiriblər. Baxın, görün, yəni bu insan konkret fırıldaqçıdır da, bunun bu yanısı yoxdur ki. Və görün vəziyyət nə yerdədir. 2024-cü ilin hələ oktyabrında yüzlərlə müəllimin mesaj gəlmişdi ki, siz demək, müsabiqədə uğur qazanmışsınız, tezliyinə təyinat alacaqsınız. Hələ bu 500 minuslar idi. Keçən il dekabrın sonunda tələm-tələsik 500 plusların imtahanı keçirildi. Yanvarda da esse keçirildi. Müsahibə bir də avqust yox, hətta sentyabrda keçirildi, oktyabrda keçirildi. Və sonra məlum oldu ki, yeni qaydalar çıxacaq. Və yaxşı, bu uğur qazanan direktorları nəyə yerləşdirmişsiniz? Necə ola bilir ki, məcburi köçkü məktəblərində 20-30 nəfərli şagirdi olan məktəblərin direktorlarını, müavinlərini gətirib şəhərin aparıcı məktəbi, o da kimin tanışı varsa, aparıcı məktəblərinə direktor müavini qoyursunuz. Bəs 2 ildir keçirdiyiniz imtahanın nəticələri niyə yoxdur? İndi direktorların işə qəbulundan keçiriblər, sənəd qəbuludur. Şəxsən sənəd verənlərin əksəriyyətinə yazılır ki, siz uyğun deyilsiniz. Bunların başı xarabdır, bunlar xəstədirlər, nədirlər. Azərbaycan Respublikasında indi düzdür, təhsil sahəsində qanunvericiliyi yerimir, amma reallıq belədir də. Vahid tarif sorğu ixtisas kitabı var. Məktəb direktoru olmaq üçün ali təhsil olmalısan, pedaqoji təhsili olmalısan, 5 il pedaqoji stajın olmalıdır. Əgər elmi dərəcən varsa, 3 il pedaqoji stajda bəs eləyir. Niyə uyğun deyil? Adam 10 ildir direktor müavini işləyir. 10 ildir müəllim işləyir. Ali təhsillidir. Nəyi uyğun deyil? Zəng eləyirlər 146 3-ə.
ki, bəs burada məsələ belədir. Niyə biz uyğun deyilik? Deyirlər, əmək kitabçanı düzgün yerləşdirməmsən, diplomu düzgün yerləşdirməmsən. Yaxşı, sual olunur. Azərbaycan Respublikası 2008-ci ildən elektron hökumət sistemlərinə keçir. O cümlədən də Təhsil Nazirliyi təhsili mərkəzləşdirilmiş informasiya sistemini idarə edir. Yaxşı, sual olunur. Orada Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsi var. Orada konkret olaraq göstərilir ki, əgər işçi işə qəbul olursa, müsabiqədə də işə qəbul olunur, düzdürmü? Qəbul olunan zaman elektron hökumət sistemlərində olan informasiyaları yəni təqdim etməli deyil. Baxın 48-ci maddənin 5-ci hissəsinə. O artıq əyani şəkildə təqdim edilmiş sayılır. Elm və Təhsil Nazirliyi imtahan keçirdir və bu imtahanın yəni Prezidentin sərəncamı ilə təsdiq olmuş elektron hökumət sistemləri üzrə qanunu tanımır. Əmək Məcəlləsini tanımır. Biz belə istəyirik. Biz belə düşünürük. İndi mən deyəndə ki, bu xəstədir, bunun psixoloji çatışmamazlığı var. Deyirlər ki, yox, deməginə. Necə deməyək? Reallıqdır da bu. Bu reallıqdır da. Görün də bu insan Azərbaycan qanunlarının tapdaq altında alır. Yüzlərlə insan, indi bilmək olmur nə qədərdir. Hələ mənim tanıdığım nə qədər insanlar hər gün onlarla ki, bizə imtina gəlib, sən uyğun deyilsən. Azərbaycan təhsilində bir dənə uyğun olmayan adam mı varsa, o da ki, bax, bu şovmenimizdir, bizim Əmrullayevdir. Məktəblərdən xəbəriniz var sizin. Bütün millətin başını qatmışsınız, 8 saatlıq iş rejimi, 8 saatlıq iş rejimi. Harada? Hələ 2027-nin sentyabrından sonra nəzərdə tutsan, yaxşı, indi niyə atmırsan bunu ortaya? Sənin məktəblərində, dağlıq dağ ətrafı rayonlarda olan məktəblərdə müəllimlərdən pul yığırlar ki, gələ dizel pulunu verginə qazanxananı yandıraq. Xəbərin var bundan. Sənin 8 saatlıq iş rejiminə indidən güya deyirsən, keçirsən, 1000 nəfərdən yuxarı olan məktəblərimizin hər məktəbdən 4-ü biri 1000 nəfərdən yuxarıdır. İlaçədə şəhər yerində, ən böyükləri də bilirsiniz, Bakı, Abşeron, Sumqayıtdadır. Sənin xəbərin var orada neçə şagird var və neçə sanitar qovşaq var? Sən bunlardan danış. Sənin yüzlərlə məktəbində hələ də müəllim yoxdur. Dərsliklər tam verilməyib. Valideynlər gedib oradan dərslik tapmayla məşğuldur. Bu nə artistliyidir, düşüblər, yox 8 saata keçirək. Keçəndə danışarsan. Keçəndə danışarsan. Bugün təhsil məhv olub gedir. Problemlərə bax ki, sən bir. Bu nədir? Bu nə yanaşmadır? Nə yanaşmadır bu? 100-dən artıq məktəb bağlanılıb, şagirdlərin taleyinə aydınlıq gətirməyib. Bu lirik yardımlı tərəfdə uşaqları yığırlar məktəbə, deyirlər ki, gəlin, sizə onlayn dərs keçək. Əgər onlayn dərs keçəcəkdinsə məktəbi niyə bağlayırdın? Bu nə deməkdir? Artistlik eləyib çıxır, hə, bu problemlər, bu problemlər. Problemləri kim həll eləməlidir? Bu problemləri kim yaradır? Səni cənab prezident niyə qoyub ora? Bu problemləri həll eləməyə qoyub da. Bu nə artistlikdir bu? Bu özü bugünə qoymuşsan ki, hə, yox bu problemlər. Kənardan da 3-5 nəfər deyir, yox, halaldır bu nazir. Yeganə nazir ki, problemlərdir. Yeganə nazir ki, artistdir bu. Öz yaratdığı problemlər deyir. Bununla da kütləni, fikrini yönəldir. Yaxşı, sual olunur. Sənin hələ 2 il bundan qabaq da belə bir sosial partlayış atmışdın da ortaya. Nə idi? Publik hüquqi şəxs olan məktəblər. 16 məktəbi publik hüquqi şəxs elan elədim. 2 ildən sonra 0 nöqtəsindən tərpənməyib. Hanı sənin 16 dənə məktəbin publik hüquqi şəxsin? Odur ki, dəyərli həmkarlar, videonu paylaşmağı unutmayın. Burada səsləndirdiyim fikirlərlə bağlı fikirlərinizi rəy bölməsində yazın. İzləmə düyməsini vurun və aldanmayın. Emin Əmrullayevin yalanlarına, bu şovlarına aldanmayın. Bugün real olan problemlərdən gəlin danışaq. Təşəkkür edirəm hər birinizə. Rəy bölmələrində fikirlərinizi izləyəcəm. Videonu paylaşmağı unutmayın. Uğurlar hər birinizə.